Yarışımızı finalla yekunlaşdırırıq. Finala Zeynəb və Yusif qalıb. Görək kim qalib gələcək. Buyur Zeynəb, başlaya bilərsən. Ant dağlarının yaranması hansı proseslə bağlıdır? Materik okean tipli iki tosfer tavasının toqquşması nəticəsində su olan hissələrdə okean, quruda isə dağlar yaranır. Ant dağları da onlardan biridir. Doğrudur. Tekton prosesləri yer veriləsində necə təsir edir? Qalxmalar, enmələr, qırılmalar, qırışmalar. Doğrudur. Atmosfer yağıntıları nədir? Buludlardan və yer səthinə yaxın olan hava qatından onun üzərində düşən sulara atmosfer yağıntıları. Azərbaycanda ən çox yağıntılara düşür Lənkəran. Bulud daha çox olur. Litosfer tavalarının daha çox yaxınlaşma, kənarlaşma sərhədləri olan ərazilər. Hansı sahələrdə düzdür? Sərhədlərdə. Doğrudur. Divergent konvergensiya. Doğrudur. Okeanların orta düzlüğü nə qədərdir? 35. Doğrudur. Niderland sahillərinin təhlükəli olmasının səbəbi nədir? Torpağın aşağı çöküb səthi su basması. Siklon nədir? Daxilində alçaq təzyiq, kənarlarında isə yüksək təzyiq olan atmosfer. Külək. Okeanlarda litosferin qalınlığı neçə kilometrdə? 50-100. Daimi küləklər nədir? İl boyu istiqamətini dəyişməyəcək. Cərəyanlar nədir? Temperatura görə necə olur? Cərəyanlar okean sularının üfüqi istiqamətdə olan hərəkət temperaturuna görə isti və soyuq olur. Akvalengi kimlər hazırladı? Nə deməkdir? Dənizli ölçü 40, Emil Ganyan və Jacques Cousteau. Zəlzələlər əsasən harada baş verir? Tektonik hərəkətlərin fəal olduğu yerlər. Dalğanın dabanın yalı uzunluğu və hündürlüyü nə deyilir? Dabanın ən alçaq hissəsi, yalı ən maksimum hissəsi, uzunluğu iki dabanı ilə iki yalı arasındakı məsafə, hündürlüyü isə dabanı ilə yalı arasındakı məsafə. Tamam, o uzunluğu iki yal arasında değil, hem yal hem daban dedim. Ya da içinde öyle bir şey. Qabarma və çəkilmə hadisəsindən necə istifadə olunur? Balıqçılıqda, gəmiçilikdə, bir də enerji alması. Doğrudur. Antisiklon nədir? Daxilində yüksək hava təzyiqi, kənarlarında isə alçaq hava təzyiqi olan atmosfer. Külək. Akıl çatdır cümləmi. Doğrudur. Konvergent sahələrində litosfer havalarının yaxınlaşma sahələri. Böyük coğrafi kəşflər dövründə kimlər yeni ərazilərin kəşfində iştirak etdi? Tədqiqatçılar, səyyah. Devam edəsiniz. Atmosfer yağıntıları yer səthinə hansı formada düşür? Aramsız Yok, hansı formalarda düşür diye atmosfer. Buludlardan yer səthinə yaxın olan hava qatından düşür. Qrov, şeh, yağış, qar və s. Yani suyun hansı formalarda düşmüş olur? Maye ve Bərk forması. Bərəşmə. 10. sualımızla Yusuf'la devam edirik. Tektonik hərəkətlər nədir? Yer qabığının şarqılı və üfüqi hərəkəti. Tamam. Zeynep buyur. Herald Mercator'un xəritəsində əsas xidməti nə olmuşdu? O birləşdirdiyi xəritələr toplusunu nasıl adlandırmışdı? Biz artık 10 sualımızı tamamlamışız ve kim artık səhv cevap vermiş olsa hemen uşaq yenilmiş olur. Axıra qədər də davam eləmiş olur. Buyur. Qış mussonları necə yaranır? Materikdən okeana. Düzdür. Davam edelim. Tsunami dalgalarının yaranma səbəbi nədir? Sualtı vulkan püskürmələri və zəlzələ. Düzdür. Buyur.
Marianovu necə yaranmışdır? Mən saç toplayan digər litosfer tavalarının altına girməsi nəticəsidir. Exolot cihazı nədir? Ultrasəs vasitəsilə suyun dərinliyini ölçən və yeraltı relyefi müəyyən edən cihaz. Ən duzlu dəniz hansıdır? Qırmızı dəniz. Doğrudur. Zeynəb buyurun. Orta okean sistemləri necə formalaşır? Tavaların aralanması, maqmanın yer səthinə doğru qalxıb, soyuyaraq bərkiməsi. Divergent sərhəd nədir? Maqmatizm, orta okean silsiləsi. Divergent sərhəd nə deməkdir? Yəni təsvir tavalarının eləməsi. Maqmatizm və orta okean silsiləsi yaranır. O nəticəsidir. Prosesin özü nədir? Divergent prosesi özü nədir? Divergent sərhəd. Divergent. Təsvir tavalarının eləməsi. Görməm, gözün də uzaqlaşmasın. Doğrudur. Semyon Dejenev kimdir və hansı əraziləri kəşf etmişdir? 17-ci əsrin ortalarında Avrasiyanın müzqal şərq nöqtəsinə gəlmiş oranı tədqiq etmişdir. Dünyada ən az yarımçı düşən ərazi haradır? Atakama səhəsi. Zeynəb buyurun. Litosfer tavalarının hərəkətinə səbəb olan qüvvə nədir? Tələbə qüvvəsi. Qırışıqlar nədir? Yer qabığının yaxınlaşması. Yağıntılar düşmə xarakterinə görə neçəyə ayrılır? Aramsız narın, leysan, cisim. Qabarma və çəkilmə dalğası nə edilir? Günəş və ayın cazibə qüvvəsi təsiri ilə qalxmaya, qabarma, enməyə isə çəkilmə deyilir. Duzluluq nə ilə ölçülür? Yəni ifadə olunur. Promillə ilə ölçülür. Tamın 1/1000 hissəsini təşkil edir. Düzdür. 100. Atmosfer nədir? Atmosfer həm daimi külək və mövsüm sistemli küləklərdən ibarət sistem. Nə sistemidir? Yəni hava sistemi. Hava qatı. Tamam. Batisfer cihazı nə üçündür? Okeanların dərin qatlarını öyrənmək üçün. Hansı okeanda tsunami dalğalarına daha çox rast gəlinir? Sakit olun. 20-ci sualımız olur artıq. Buyur Zeynəb. Litosfer tavalarının qalınlığı harda daha çoxdur? Materiklərdə 200-250 var. Smerc nədir? Tornadonun okean üzərində olan forması. Artıq davam edirik. Yaxşı suallar bitir. Buyur Zeynəb. Muson küləkləri nədir? İl ərzində materik və okeanlar qeyri-bərabər qızır. Fəsillər üzrə onların üzərində atmosfer təzyiqi paylanır. Təzyiqi nəticəsində yaranır. Doğru. Yay musonları necə yaranır? Okeandan materikə. Şəlaket anlayışı nə deməkdir? Antisiklonda hava aşağı doğru hərəkət edərək dövmə vəziyyətindən çıxır və bu zaman yağıntı baş vermir. Mərkəzdə sakit hava olur, bu da şəlaket adlanır. Doğru. Tosfer tavaları nə üzərində sürüşür? Astronosfer. Vasili Dokçayev coğrafiya elmi hansı sahəsinin əsasını qoymuş? Torpaq. Buyur Yusuf. Materiklərin ilişki yerləşməsi hansı proseslərin nəticəsidir? Litosfer tavalarının horizontal hərəkəti. Horizontal. Bəli. Təsvir tavalarının necə hərəkəti? Horizontal. Yusuf, cavabında horizontal təsvir tavalarının horizontal hərəkəti var idi. Horizontal hərəkəti deyilən bir termin yoxdur. Təsvir tavaları üfüqi və şabilə hərəkət edirlər. Bu da yer səthində olan dağları, düzənliklərin, materiklərin, okeanların formalaşmasına səbəb olur. Çox sağ olun uşaqlar, ikinizin də iştirakına görə təşəkkür edirəm, məmnunam. Var olun, yaxşı olun və qalibimizi Zeynəb olaraq alqışlayırıq.
finalda Zeynep qalib gəldi və qalib gələndən söz verdiyim kimi bir il müddətində 9-cu sinifdə ödənişsiz hazırlıq keçəcəm. Gələni görüşərik.